Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəmkir rayonunda yerləşən AB otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektdə ilkin yanğın xəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib. Obyektdə kustar üsulla hazırlanmış odun sobasından istifadə olunur. Obyekt ilkin yanğın söndürmə vasitələri ilə tam təmin edilməyib. Mövcud od söndürən balonların tərkibi isə yenisi ilə əvəz olunmayıb. Elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb. Obyekt yanğın su hovuzu ilə təmin olunmayıb. Köçürmə çıxışı üçün nəzərdə tutulan qapılar çıxış istiqamətinə doğru açılmır. Obyektin ərazisi yanar tullantılardan təmizlənməyib. Köməkçi otaqlar təmiz vəziyyətdə saxlanılmayıb. Təxliyə planı mövcud deyil. Obyektin bəzi divar və tavan hissələri yanar material olan taxta ilə üzlənilib. O cümlədən taxta konstruksiyalar oda davamlı məhlulla hopdurulmayıb. Obyektə əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib. Obyektin daşınmaz əmlakı icbari sığortalar haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq sığorta olunmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, Şəmkir rayonunda yerləşən AB otelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.